Herkese salam. Axşama qonaqlarım olacaq. Gəlin birlikdə hazırlaşaq. Birinci yeməyin boğlama oldu. Burada içilikləri hazır vəziyyətdə idi deyə necə bişirdiyimi göstərirəm. Dadı çox qəşəng oldu, amma çəkməmişəm sonun. Burada türk usulü kartof püreli bir yemək vardı. Dadı qəşəng olsa belə sunumu çox çətin oldu. Yəni ikinci qonağım gəlsə inanmıram bişirəm. Əvvəlcədən içlik qoyurmuşdum. Onun üzərinə əlavə edirəm hər tərəfinə çatacaq qədər. Üzərinə Holland pendiri əlavə edib sobada 180 dərəcədə bişməyə qoyuruq. Keçək şirniyyatlarımıza. Qab keksi elədim. Çox yaxşı alındı. Mən bəyəndim. Yəni qonaqlarım da bəyəndi. İçi fərqli olsun deyə üstü qara şokoladlı, altı ağ elədim. Qəlbi belə unlayıb yağlayanda qəlbdən çox rahat bir şəkildə çıxır. Keçək sponfulumuzun hazırlanmasına. Sponfulumu sadə süd və pudingdən etdim. Öz içliyini etmədim. Fərqli bir dad alındı. Hər kəs bəyənmişdi. Çox qəşəng oldu. Burada şokoladımı əritdim. Qaymağımı əlavə etdim. Pudingimə də qaymağımı əlavə edib qarışdırdım və başladım qablara töküb hazırlamağa. Çox qəşəng dadlı alındı. Üzərini zövqümə görə bəzəyib soyuducuya yerləşdirdim və soyuq servis olundu. Burada keçək üstolu hazırlamağa. Mənə elə gəlir ki, ən çətin elə üstolu hazırlamaqdır. Üstolun son vəziyyətini çəkməsəm də nələr yerləşdirdiyimizi çəkmişəm. Bu günə bu qədər. Sağ olun.